Hallo. Was möchten Sie? 23 yaşım var, Berlin şəhərində yaşayıram və diş həkimi köməkçisi olaraq Ausbildung edirəm. Əslində Almaniyaya gəlmək fikrim 2-3 il əvvəldən var idi. Yəni hətta alman dilini öyrənməyə başlamışdım o zamandan başlayaraq və sonra magistra müraciət etdikdən sonra cəhdlərim uğursuz oldu və artıq dedim ki, mən alman dilini öyrənmirəm və bu ölkədə gəlmək istəmirəm. May ayında səyahət elədim Almaniyaya, ad günümü keçirdim burada. Sonra çox bəyəndim, gedərkən çox pis oldum da, yəni ki, kaş ki mən bura köçə bilərdim. Bir ay sonra mən rəfiqəmdən eşitdim ki, Ausbildung müraciət edib qəbul alıb gələ bilərəm və müraciət elədim, uğurlu oldu. İntervyudan da keçdim səfirlik tərəfindən. Çünki mənim dil səviyyə sertifikatım olmadığı üçün məni səfirlikdə, vizametrikdə səfirlik tərəfindən intervyu elədilər. O da uğurlu alındı və mən bir ayın içində vizamı da aldım və gördüm mən artıq Almaniyaya keçirəm. Brötchen mit Käse, bitte. Böyük çətinlik maddi baxımdan oldu. Çünki bura gələndə kifayət qədər üzərində maddi pulla gəlməlisən. Məncə ən böyük çətinliyim o oldu. Belə, yəni digər çətinliklərlə qarşılaşmadım. Valideynlərim icazə verdi. Yəni işlərim də çox rahat həll oldu ona görə. Görüyor musun? Mən köçdüyüm gündən nəsə fiziki çətinliklə rastlaşanda, evdə daim atam elədiyi üçün və yaxud da babam elədiyi üçün mənə çox çətin gəlir və yaxud da ki, bazar alış-verişi olsun, onları daşımaq falan və yaxud da burada işlərdə mini job eləyərkən də, yəni həmin o işdəki fiziki ağırlıq falan qızlara çox çətindir. Buradakı qızlar çox fərqlidir və burada hamı feminist kimidir. Yəni, hamı sənə deyir ki, sən qızsan, sən eləyə bilirsənsə elə, yəni heç kim sənə yaxınlaşıb kömək eləmir. Ona görə fiziki cəhətdən çox çətindir. Rəfiqələrimə də deyirdim həmişə, mən Berlində, ümumiyyətlə Avropada hər şeyin inklüziv cəmiyyət dilləri olmasını çox bəyənirəm. Yəni, əlil insanlar üçün, ümumiyyətlə, yəni, hər şey yaradılıb da şərait. Onlar da həyatdan həzz ala bilirlər. Amma bizim ölkədə səki belə yoxdur ki, həmin insanlar hərəkət edə bilsin. Burada avtobuslarda o şərait və avtobus belə əyilir, dəmir qalxır, düşür. Mən bilmirəm, Bakıda mən çox görməmişəm. Və yaxud da səkilərin qırağında yer, səkilər çox genişdir. İnsanlar rahat gedə bilir. Yəni, insanlar deyəndə əlil insanlar, yəni. O inklüziv cəmiyyətin Bakıda olmasını çox istəyərdim. İkinci istəyəcəyim şey velosipedlərin daha çox artmasıdır. Bakıda o qədər probka var ki, yəni tıxac çoxdur. Burada mən tıxac çox az görmüşəm, 2 ya 3 dəfə. Amma velosiped yolları həqiqətən, yəni yol davam edir də, qurtarmır, yəni. Azərbaycan, Bakıdakı velosiped yolları qurtarır bir yerdə. Bilmirəm, hara gedir, mən velosiped sürmürəm. Amma yenə də, yəni olması çox yaxşı olar. Və üçüncü istədiyim şey yaşıllığın çox olmasıdır. Parklarda kölgənin olmasıdır. Məsələn, Berlində adi məktəbimin yanındakı parkda gəzəndə elə bilirəm ki, Qubanın Gətirəş rayonunda gəzirəm. Həqiqətən, yəni o qədər hüzurlu, kölgəli yerlər və oksigen də oldu ki, yəni bu üçünü çox istəyərdim ki, Bakıda olsun. Bizə dərsdə müəllimə şəxsi suallar ötürülür. Sizin sevgiliniz kimdir, haralıdır, bir yerdə mi qalırsınız? Amma Bakıda mən Azərbaycanda bunu heç çox öz müəllimə qarşı eləyə bilmərəm. Çünki müəllimlə şagird arasında müəyyən bir sərhəd var və sən müəlliminə hörmət edirsən, o da sənə hörmət edir. Yəni, amma burada müəllim şagirdə daha çox hörmət edir. Yəni, düşünün, müəllim məndən üzr istəyir, mən belə qalıram ki, müəllim üzr istəməyə ehtiyacı yoxdur. Həftənin 2 gününü məktəbə gəlirəm, 3 günü isə işləyirəm və məktəbə gəldiyim günlər işə getmirəm. Amma bu hər praktika məkanında belə deyil, yəni bu şefdən icazə almaq lazımdır buna görə və yaxud onlar deməlidir. Bura gəlmək istəyən öz Azərbaycanlı gənclərimizə məsləhətim bu olardı ki, ilk növbədə alman dilini çox yaxşı səviyyədə öyrənməkdir. Çünki, məsələn, Bakıda sertifikatı aldım B1 və yaxud B2, həmən alman dilində mükəmməl danışıram. Artıq bura gəlib rahat danışa biləcəm və yaxud eşidə biləcəm, yazıla biləcəm deyə bir şey yoxdur. İnsanlar burada öz ana dilində danışır və nə qədər səviyyən yüksək olsa da başa düşməmə ehtimalının 90%-dir.